Marneuli Bələdiyyəsi ümum mərasimə, matəm mərasiminə başsağlığı ilə qoşulub, yerli hökumət nümayəndələri bir daha 2-ci İlyanın ölkənin mənəvi inkişafına və həyatına verdiyi xüsusi töhfəni vurğuladılar. Onlar hesab edirlər ki, Patriarxın həyatı və fəaliyyəti Gürcüstan tarixində əhəmiyyətli bir iz buraxan və əhəmiyyətli gələcək nəsillərə ötürüləcək sədaqət, güc və mənəvi xidmət nümunəsidir. Gürcüstan matəmdədir. Biz Marneuli sakinləri, nümayəndələri Samibas kilsəsinə gəlmişik ki, 2-ci İlyanı son mənzilə yola salaq. Bu bizim borcumuzdur. Çox təəssüflənirik. Bizim üçün ağır itkidir. Ümum Gürcüstanımıza bu itkiyə görə başsağlığı verirəm. Marneuli Bələdiyyəsi olaraq gəldik ki, onu son mənzilə yola salaq. Biz dahi bir insanı itirdik. O illərdir vətənimizi, ölkəmizi qoruyurdu. Patriarxımız 2-ci İlyanı son mənzilə yola saldıq. O ölkəmiz üçün 50 il əmək verdi. Bu müddət ərzində vətəndə xeyli kilsə inşa olundu. Hər birində dualar oxunur. Hər birimiz onun ölümünə görə təəssüflənirik. Patriarxımız səmavi dünyaya köçərək bizi oradan qoruyacaq.